Əziz və hörmətli dostlar, hər vaxtınız xeyir olsun. Biz Qaziantep'te möhtəşəm bir yerə gəlmişik. Bura Qaziantep Yavuzeli ilçəsi, Kasaba mahalləsidir, balaca bir yerdir. Orada maşınları park etdikdən sonra burada çox gözəl turistik bir yer var. Adı Rumkale adlanır. Rumkale cam teras. İndi ora tərəf gedirik. Möhtəşəm bir yerdir. Burada Mərzimən çayı və Fırat Nəhrinin birləşdiyi yerdir. İndi gedəcəyik, bilet alacağıq və orada Türkiyənin ən hündür terasası var. Cam terasası, şüşə terasası. 150 metr hündürlükdə. Oradan ətrafa baxacağıq. Bizi izləməyə davam edin. Görüşərik. Ətraf hər yer dağlıqdır. Yuxarıda bungalovlar var. Bura maşınla buraxmırlar hər kəsi. Xarici nömrəli maşınlarda gördüyü yol boyu. İçəridə baxın, yerel halk çarşısı var. İlk dəfədir bura gəlirəm və ilk dəfədir videomu çəkə-çəkə sizinlə bərabər önə doğru gedirik. Önümüzə nə çıxacaqsa baxacağıq. Amma videolardan gördüyüm kimi bura doğrudan da çox maraqlı olacaq. Gözəl bir yer olacaq. Burada suvenir mağazaları, kafe, gözləmə filan hər şey satılır. İndi biz bilet almaq üçün yəqin ki bilet almaq buradır. Gişə, yəni kassa. Bəli əziz dostlar, bilet aldıq. Bilet çox ucuzdur. 20 TL. 4 yaş üstü uşaqlara bilet ödənişlidir. Yəni qiymət çox münasibdir. O tərəfləri baxa bilmədik. İnşallah başqa vaxt baxarıq. İndi isə gedirik terasa doğru, səbirsizlənirik. Ətraf yaşıllıqlar, gözəlliklər, birazdan hər şeyi görəcəyik. Burada isə atlar var. Deyəsən polis atlarıdır bunlar. Azan da səslənir. Və terasa doğru gedirik. Ətraf çox gözəldir. İnşallah kamera gözəlliyi sizə lazımı qədər çatdırır. Və hörmətli dostlar, teras olduğu binaya yaxınlaşırıq. Burada Rumkale cam teras şəkil çəkdirmək üçün yazı da var. Və siz bu mənzərəyə baxın. Möhtəşəm mənzərə var. Baxın bu gözəlliyə. İndi isə nərdivanlarla qalxırıq terasın üstünə və hər şeyi, ətrafı daha gözəl görmək üçün. Bəli, Türkiyənin ən hündür cam terası Rumkale, 150 metr. Bəli, hər şey ayağımızın altındadır. Qəribə hisslərdir. İlk dəfədir belə bir terasdayam. Mənə də çox maraqlıdır. Və yaxınlaşırıq. Yaxınlaşırıq. Bəli. Önümüzdə qeyri-adi bir gözəllik açılır. Möhtəşəm. Hamınızı bu gözəlliyi görməyə məsləhət görürəm. Qarşımızdakı hissə Rumkale'dir. Kale, yəni qala. Buranın adı oradan gəlir. Bu tərəfdə Fırat Nəhridir, Fırat çayı. Bu tərəfdə isə Mərzimən çayıdır. Bu iki çayın birləşdiyi nöqtə, üzərində qala qurulub vaxtı ilə və burada da 150 metr hündürlüyündə böyük bir şüşə teras. Aşağıda yaxtalarla da buranı gəzə bilərsiniz. Qiymətini də soruşdum, çox baha deyil, o da 200 TL'dir. Servis vasitəsilə sizi götürəcəklər aşağıya və oradan yaxtalara minib bu gözəl ərazidə tur ata bilərsiniz.
Bəli, Türkiyənin hər yeri gözəldir və o gözəlliklərdən biri də gözümüzün önündə. Çox söz tapmıram deməyə, sadəcə baxın. Və arxada da kafe var. İndi oranı da tez göstərim, sonra yenə qayıdaram. Tam qayaların üstündəyik. Belə bir şüşənin üzərində gəzmək də oradan da həyəcan da verir biraz. Amma maraqlıdır. Və burada da belə bir kafe var. Kondisionerlər, klimalar işləyir. Və unuttum deyim ki, burada hal-hazırda 29 dərəcə istilik var əziz dostlar. Gaziantep'te 29 derece hava temperaturu var, istiliği var. Sol tarafa baxırıq. Yol boyu çox böyük ərazidə fıstıq ağaçları var idi. Həddindən artıq böyük, hardasa 40 dəqiqə yol gəlmişik fıstıq ağaçları olan sahə ilə. Ona görə Gaziantep Türkiyədə fıstığı ilə məşhurdur. Ən gözəl fıstıqlar burada olur. Bu isə möhtəşəm mənzərədir. Sərin külək əsir. Əgər bir qərar versək ki, yaxtaya minərik, oradan da inşallah video çəkərəm. Hələ ki düşünürük. Çünki uşaqla biraz bilmirik bu necə olacaq. Əgər böyük yaxta olarsa, təbii ki, rahat olar. Balaca yaxtalarda biraz qorxuludur uşaqlar. Yəni, ən azından biz elə düşünürük. Aşağıda baxın, təsislər var. Orada da deyəsən restoranla bənzər, yoxsa tam bilmirəm. Amma bura çox gözəldir. Deməli, əziz dostlar, yuxarıdan gəlirsiniz, orada maşınınızı park edirsiniz. Park ücrəti də 50 TL'dir. İçəri giriş ücrəti 20 TL'dir. Qiymətlər çox münasibdir, çox baha deyil. Və gəlib Türkiyənin ən hündür 150 metr hündürlükdə olan cam terasından iki çayın birləşdiyi nöqtəni seyr edə bilirsiniz. Əziz dostlar, bununla da videomu yekunlaşdırıram. Hər kəsə gözəl yerləri görməyi arzulayıram. Sağ olun, var olun, gələn videolarda görüşərik.